Və həmçinin Məhərrəm ayı haram aylardandır. Haram, yəni Allah Taala 12 aydan 4'ün haram edib, elan edib. Allah Subhanahu buyurur ki: "İnna iddetü'ş-şuhuri indallahi 12 şehran fi kitabillah. Yevme halaqas-semavati vel-ard minha arba'atun hurum." O vaxt ki Allah Taala buyurdu, il 12 aydan ibarətdir. Ondan 4'ü haram aydır. Haram yəni o vaxtı müharibə eləmək olmaz, hücum eləmək olmaz. Müharibə başlamaq olmaz. Allah Taala sadəcə bu haram aylarda həmçinin nə deyir həmən ayədə? Tövbə 36 olmalıdır. Bəli, 36. Allah Taala buyurur ki: "Fələ tazlimu fihinə anfusakum." Və bu haram aylarda özünüzə zülm etməyin. Bu Quran ayəsidir. İnsan ümumiyyətlə başqa aylarda da özünü zülm etmək haram da olmaz. Və həmçinin də xüsusən də bu haram aylarda, Muharrəmdə haram aylardan biridir. O aylarda müsəlman özünə zülm etməməlidir. Xüsusən bu ayda. Və bu ay həmçinin nədə seçilib? Musa Aleyhisselam Firavuna qələbə çalıb bu ayda, Aşura günündə. Yəni Aşura, yəni 10-cu günündə Muharremin. Musa Aleyhisselam böyük hadisədir bu. Qələbə çalıb və bu gün qələbə günüdür. Və onun münasibəti ilə şükür əlaməti olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem oruç tutardı. Aşura orucu deyirlər ona. Bir gün qabaqla ya bir gün sonra seçilmək üçün. Çünki Cuhudlar da tuturdular Yahudilər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Aşura orucu barədə buyurur ki, keçmiş günahlar, bir il keçmiş günahları yuyur. Arafa orucu bir il keçmiş və bir il gələcək günahları yuyur. Aşura bir il keçmiş günahları yuyur, yəni kiçik günahları. Şükür əlaməti kimi. Çünki böyük hadisədir. Ona görə gözəl aydır. Gözəl ay. Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayı vəsf eləyəndə dedi Şəhrullah. Allah'a nisbət elədi. Yəni Allahın ayı. Və bu Məhərrəmlə bağlı əsas İslama aid olan məsələ budur.